Heydər Əliyevi kim gətirdi? Sual verirəm, kim gətirdi? Kim gətirdi? O. Kim gətirdi? Bax, kim göndərdi, kimin ixtiyarı vardı gedib Naxçıvanda o vertolyota mindirib gətirə bilərdi. Prezidentin rayı olmadan, icazə vermədən kim gedib gətirə bilərdi? Amma Heydər Əliyev çıxışlarında deyir ki, məni xalq çağırdı, xalq gətirdi. Xalqın nəyi var? Xalq kimdir? Xalq gətirdi, getdi ora. Kimlər gətirdi? Ziya Bunyadov, Ziya Bunyadov akademiyada gedə-gedə başına vururdu ki, mən gətirdim bunu. Ziya Bunyadov niyə öldürdülər? Başına deyir, vururdu, gedir, mən gətirdim bunu. Mən gətirdim. Başına vururdu. Ziya Bunyadov yeri oxu, bax, gör kimlər gətirdi. Xalq orada, harada xalq vardı? Gör kimlər, niyə açıqlanmır bə? Heydər Əliyevin kimlərdir? Hələ yeri bax, hələ gör kimlərdir. 91'lerin də müraciət olub. Hələ 91'lər kimdir? Kimdir 91'lər? Hamı köhnə partiya katibləri idi. Hamı köhnə xidmət eləyənlərdir. Hamısı da sərvət ehtiras, vəzifə ehtirasında olanlardır da, ehtiyacında olanlar. Yaxşı, kimin fəaliyyətindən daha çox razısınız? Mütəllibovun? Yox, onlar heç biri, amma nisbətən deyilsən də. Bəli. Nisbətən əlbəttə Mütəllibovdur. Sonra vəzir pisdir, elə axmaqdır, elə belə. O adın eşya adlandırmaq olar hətta. O dərəcədə pis idi. Yəni qanmazdı, amma buraxmışdır da. Necə bacarır, o cür yaşayırdı. Onun vaxtında da həm korrupsiya zad vardı. Başqa kimdir? Kamran Bağırov. Kamran Bağırov, heç bilmirəm, yadına gəlmir necə olur. İmam Mustafayev məsələn, nisbətən yaxşı idi, nisbətən yaxşı idi onun vaxtında, özü zad eləyirdi. Bir də yadımdadır, kiminsə heykəli qoyulurdu. O Cəfərxandanla mübahisə elədi, Cəfərxandan. Bu adamın, deyəsən Hüseyin Caviddir, kim idi? Dedi, niyə əsərlər çıxmır? Dedi ki, yeri hazırla, haçan hazırlanmışsan? Ey Cəfərxandan, hazırla bunun əsərlərinin çapa yığ, gətir, o dəqiqə çap olunacaq, necə çıxmır? Bu cür doğrudan da Hüseyin Cavidin 4 cild əsərləri çıxdı. Sonra başqalarındır. Amma başqa ən yaxşı isə, Azərbaycanı qoruyan isə, Azərbaycanı ərazi kimi yaşadan isə Mirzəfər Bağırov olub. Bir nömrəli Azərbaycan xalqını da qoruyan o olub, Azərbaycan torpaqlarını da qoruyan o olub. Bəs deyirlər yazıçıları da o siyetdə represiya edib. Hələ 10 nəfər yazıçı, dılğır yazıçı getdi, bundan nə fəlakət oldu? Səncavidi çağırıb, neçə saat deyib ki, bir dənə əsər yazdır, yaz bir dənə Babat Sovet dövründən mən səni qoruya bilim. Səni qoruyamıram, Moskvadan gəlib bu da, sənin adın başqa, Pantürkis. Mən səni necə qoruyum, necə eləyim? Mənim ixtiyarımda döyürsən. Oradan gəlib, Bağırov qışqırır, nə qədər eləyir, xahiş eləyir, get bir dənə yalan, Cəfər Cabbarlı kimi bir dənə sosialist falan adı yalancı bir şey yaz. Deyir, baxdı üzünə, heç nə demədi. Mən yaza bilərəm elə şey. Bəs onda Hüseyin Cavid necə yaza bilərdi? Ana mən də deyirəm yazanmadı da, mən günahkar bilmirəm ki. Amma ölümün də səbəbi budur da. Mən demirəm ki, o günahkardır. Kişidir, o kişi adamdır, eləmədi, yazmadı. Siz dılğır yazıçılar, mən ona görə deyirəm ki, kimdə o dılğır yazıçılar, hansılardır? Nə yazıçılar? Dediniz dılğır yazıçı öldürülüb də, yəni. Nə deyək, niyə bunu ağardaq? Adam üçün, deyirəm sənə fransız yazıb, böyük adam deyil, böyük zəkalı. Çıxıb xanla mitingə yazıb ki, kral öldür məni. Kral öldür məni, yaşasın ölüm. Ölümdür də, gəldə Müşfiq ölüb, Cavid ölüb, o ölüb, bu ölüb. Ölümdür də xalqın taliyidir, 10 nəfər ölüb. Bununla nə böyük azar bunu bayraq eləyirsiniz, amma lazım olan adamları öldürüləndə onu heç dilizə gətirmirsiniz ki, Ziya Bunyadov kimi adamı niyə öldürdülər, ağzına vurdular ki, ağzını yum. Niyə tapancayla gülləni onun ağzına vurdular? Heykəl də qoyulub belə, ağzına vurulub güllə. Bunu demirsiniz, elə yapışmışsınız, Müşfiq belə gəldi, Cavid belə, getdi də, öz günahları üzündən yazaydılar, sosializmi tərqləyəydilər, öldürməyəydi, istəyirsiniz əgər yaşasın. Beləydi də, onda tələb beləydi. Onda mən də olsaydım, mən də sözsüz ki, öləcəkdim də.